Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşışam, dildə bir qərinə cavanlaşırsan. Şuşanın səsi efirdədir. Mikrofon önündə Aybəniz Məmmədəliyevadır. Şuşanın görkəmli şəxsiyyətləri haqda söhbətlərimiz davam edir. Bəli, bugünkü verilişimiz Molla Pənah Vaqif haqqındadır. Molla Pənah Vaqif Azərbaycanın görkəmli şairi, ictimai-siyasi xadimi olub. Daha ətraflı məlumatı siyasi elmlər doktoru Elçin Əhmədov verəcək. Xatırladım ki, Profesör Elçin Əhmədov həm də Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəridir. İstəkli dinləyicilər, onu da diqqətinizə çatdırım ki, Profesör Elçin Əhmədov Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar ümumilikdə 30 kitabın, monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir. 500-dən çox analitik məqaləsi müxtəlif kütləvi informasiya vasitələrində türk, rus, ingilis, fransız, ispan, alman, italyan, gürcü və bolqar dillərində yayımlanıb. Elçin müəllimin ictimai-siyasi, elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də maarifçilik və mədəniyyət paytaxtımız olan Şuşa ilə bağlıdır. Tanınmış alimimizin doğulub böyüdüyü Şuşanın Azərbaycan tarixindəki yeri və rolunu əks etdirən kitabları nəinki Bakıda, eləcə də Tiflisdə, Romada, Afinada, Safiyada, Riqada, Düşənbədə, Parisdə, Ummanda nəşr edilib. Beləliklə keçid alırıq bugünkü mövzumuza. Azərbaycanın görkəmli şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqif. Bugünkü söhbətimiz Molla Pənah Vaqif haqqındadır. Molla Pənah Vaqif baxmayaraq ki, 1717-ci ildə Qazax mahalında doğulmuşdu, ancaq onun sonraki bütün fəaliyyəti Qarabağ xanlığı ilə bağlı olmuşdur. Və bir ziyalı şəxs olduğuna görə ona xalq arasında Molla titulu verilmişdi və o baxımdan o Molla Pənah adı ilə tanınmışdı. Yüksək təhsil görmüşdü, doğma dilindən başqa ərəb və fars dillərini, bir sıra dini və dünyavi elmləri də kifayət qədər mənimsəmişdi. Həmin dövrdə tanınmış insanlardan idi. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına həqiqətən də çox böyük təsir göstərdi. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm. Özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Biətü iqraru imanü deyanət görmədim. Bivəfadən lacərəm, təhsili hacət görmədim. Xah sultan, xah dərviş-ü gəda bil-ittifaq, özlərin qılmış giriftar-u qəmü dərd-ü fəraq. Cüfe-i dünyayədir hər ehtiyacı iştiyaq, munca kim etdim tamaşa sözlərə astım qulaq. Kizb-i böhtandan savayı bir hekayət görmədim. La radio internationale d'Azerbaïdjan, 85. В эфире «Голос Шуши».
İbrahim Xəlil xanın Qarabağda, Şuşada gördüyü quruculuq işlərə nəzər saldıqda bu sıradan onun siyasi fəaliyyətinə bir ictimai xadim kimi Molla Pənah Vaqif yaxından kömək göstərmişdir. Onun çox böyük xidmətləri olmuşdur. Ona görə də İbrahim Xəlil xanın dəvətini qəbul elədi və Qazaxdan Şuşaya köçdü. Qeyd etməliyik ki, həm astronomiya, həm tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif Qarabağ xanlığının tarixində qeyd etdiyimiz kimi müdrik dövlət xadimi kimi, bir uzaqgörən siyasətçi kimi şərəfli bir yer tutmuşdu və sarayda xanın baş vəziri vəzifəsini icra edən xanlığın həm xarici siyasətinə, həm daxili siyasətinə, həm hərb siyasətinin təyin olunmasına, müəyyənləşdirilməsinə, istiqamət verilməsində Molla Pənah Vaqifin çox böyük rolu olmuş və onun sayəsində Qarabağ xanlığı beynəlxalq aləmdə də kifayət tanınmışdı. O öz müdrik tədbirləri ilə Qarabağ xanlığını bir sıra təhlükələrdən də xilas eləmişdi. Hətta bu yolda həyatından belə keçməyə razı olmuşdu. Həm İbrahim Xəlil xan, həm də Şuşadakı əhali ona çox böyük hörmətlə yanaşmış, qarşıya çıxan hər hansı bir çətin məsələdə hər zaman Vaqifə müraciət etmişdilər. Şair, hökmdarın huzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymadınız? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman neylər dediyiniz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan. Soyuq məzara da zinətdir insan. Yana göylərdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kəmalın. Xoşbaxt xalq eyləmişsiz yaradan. Dünyada qalacaq yalnız yaradan. تستمعون إلى صوت شوشة. لا يزال صوت شوشة مستمرا. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edib və o Şuşada böyük şərəflə, təntənə ilə dəfn edilib. Vaqifin Tuncudan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbrüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilmiş, abidənin postamenti dəyişdirilmişdir. Bununla yanaşı, Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə inşa edilmiş əzəmətli bir məqbərənin 1982-ci il yanvarın 14-də təntənəli şəkildə açılışı olmuşdur. Onun həm büstü, həm də məzarı üstündə inşa edilmiş məqbərə kompleksi 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq tamamilə dağıdılmış, Şuşa şəhəri işğaldan azad ediləndən sonra isə 2021-ci ildə yenidən əvvəlki memarlıq üslubunda öz yerində ucaldılmışdır. You are listening to Shusha's Voice. Shusha's Voice continues. В эфире «Голос Шуши». Heç şübhəsiz ki, biz Molla Pənah Vaqifin şairliyi ilə yanaşı, onun yaradıcılığı ilə yanaşı, onun biz ictimai fəaliyyətini, ictimai xadim kimi bir fəaliyyətini heç bir vaxt diqqətdən kənarda qoya bilmərik. Necə ki, Azərbaycan dövləti, xüsusilə də milli lider birinci dəfə Azərbaycan rəhbəri olduğu dövrdə 69-82-ci illər mən nəzərdə tuturam, həmin illərdə Şuşada çox böyük quruculuq işləri vüsət almışdı. Və həmin dövrdə də görkəmli Azərbaycan şairi, ictimai xadim, bugün danışdığımız Molla Pənah Vaqifin məzarı üstündə 80-ci illərin əvvəllərində bir
məqbərə tikilməsinə başlanılmışdı. Bu 80-81-ci illəri əhatə edirdi. Sonra isə hamımızın yaxşı yadındadır ki, 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında ümumi lider Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümumi lider Heydər Əliyevin Molla Pənah Vaqifə olan bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən isə həmin diyarın, Şuşanın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərmək baxımından bu addım atmışdı. Bilirik ki, həmin dövrdə biz SSR-nin tərkibində idik. Xanın vəzirinə bir məqbərə uzatmaq o zamanki dövrdə çox çətin məsələ idi. Xüsusilə bunun Moskva ilə razılaşdırılması, ittifaq rəhbərliyinə necə təqdim olunması bu çox çətin idi. Ümumi lider öz çıxışlarında da hər zaman bildirirdi ki, bunu həyata keçirmək üçün çox böyük çətinliklərdən keçmişdi. Bu məqbərə çox gözəl bir memarlıq abidəsi idi. Yanvarın 14-ü 82-ci il bu ümumi lider Heydər Əliyevin Şuşaya unudulmaz və tarixi bir səfər idi. O vaxt mən özüm də Şuşada 7-ci sinifdə oxuyurdum. Hətta ümumi lider o məqbərəni açdıqdan sonra yuxarı Gövhərağa məscidində olmuşdu. O məsciddən gəlib bazar başından keçib Saatlı məscidin açılışında iştirak etmişdi və oradan bizim Mamay məhəlləsindən keçib Mamay bulağında bir qədər dayanıb və ətrafında Azərbaycanın bütün mədəniyyət və incəsənət xadimləri Mirzə İbrahimov, Süleyman Rüstəm, İsmail Şıxlı, Niyazi və digər xadimlər hamısı demək olar ki, özü ilə bərabər Şuşaya aparmışdı və ailəsi ilə birlikdə təbii ki. Və o baxımdan Şuşaya bu verilən diqqət qayğı idi həmin dövrdə və bizim o Mamay bulağını da yazını oxudular əski əlifba ilə ətrafındakı olan şəxslər. Ondan sonra isə poeziyevinin açılışında da iştirak eləmişdi. Poeziyevini açdıqdan sonra artıq həmin dövrdən Vaqif poeziya günlərinin demək olar ki, təməli qoyulmuşdur. Qeyd etmək lazımdır ki, ermənilər işğal vaxtı həmin məqbərəni dağıtmışdılar. Demək olar ki, onun sütunları qalmışdı. Şuşa işğaldan azad olandan 2020-ci il noyabr ayının 8-də Zəfər günündən sonra qısa bir müddət 21-ci il yanvar ayının 14-də işğaldan azad olandan sonra Şuşaya səfər etdi 39 il sonra və orada müəyyən tapşırıqlarını verdi. Molla Pənah Vaqifin məqbərəsinin eyni ilə bərpa olunmasını tövsiyə elədi. Düz 39 il bundan əvvəl 1982-ci ilin yanvarın 14-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər bax bu yerdə mən də durmuşdum. Bu tarixi video kadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü və onun rəhbərliyi ilə inşaat işləri aparılmışdır və bu gözəl, əzəmətli məqbərə ucaldılmışdır. O vaxt Sovet dövründə xanın vəziri olan insanın şərəfinə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna təbii hadisə kimi hər kəs baxa bilər, amma o vaxt sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində buna o vaxt Azərbaycan nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. تستمعون إلى صوت شوشة. لا يزال صوت شوشة مستمرا. Molla Pənah Vaqifin məqbərəsinin avqust ayında həmin il içərisində açıldı. Birinci vitse-prezident Mehriban xanımla birlikdə onun açılışını etdilər və Vaqif poeziya günlərini artıq həmin günlərdən etibarən bərpa olunmağa başladı. Deməli 21, 22, 23, 24 və 25-ci illərdə 5 dəfə artıq Vaqif poeziya günləri keçirilmişdi. Eyni zamanda Xarı Bülbül Muğam festivalı keçirilmişdi. Bütün bunlar işğaldan azad olandan sonra artıq Şuşanın əvvəlki simasının həm qaytarılması, həm də ki Şuşadakı əvvəlki mühiti və o ənənələrinin davam etdirilməsi istiqamətində atılan bir addımdır. Bu birbaşa Molla Pənah Vaqiflə bağlı olan məsələ idi. Bugünkü söhbətimizdə
məhz görkəmli Azərbaycan şairi, həm də ictimai xadim Molla Pənah Vaqif haqqında idi ki, biz onun Şuşada ona olan ehtiram, hörmət və eləcə də Azərbaycan rəhbərliyinin Molla Pənah Vaqifin xidmətinə görə onun məqbərəsinin dağıdıqdan sonra yenidən bərpası məsələlərinə toxunduq. Bu da hesab edirəm ki, bugünkü verilişimizdə çox yerinə düşdü. Verilişin müəllifi professor Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova, redaktor Aybəniz Məmmədəliyevadır.